Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Gəncədə bıçaqlanma hadisəsi baş verib. Qafqaz İnfo xəbər verir ki, 25 yaşlı orta yaşlı Arzu Hüseynov bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb. İlkin məlumata görə hadisə toy məclislərinin birində baş verib. Babək rayonunda ayı insanlara hücum edib xəsarət alan var. Hadisə rayonun Yuxarı Buzqov kəndində baş verib. Ayı kənddə payız kənd sakini 1974-cü il təvəllüd şəxsin və onun oğlunun üzərinə hücum çəkib. Nəticədə həmin şəxs müxtəlif bədən xəsarətləri alıb. Yaralanan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.